Bugün hava çox soyuq idi. Çöldə qar yağırdı. Səhər uşaqlar həyətdə qarla oynayırdılar. Gülürdülər, qaçırdılar, qar topu düzəldirdilər. Onlara baxmaq adamın içini isidirdi. Biz də yoldaşımla qərara gəldik ki, bu gün evdə sakit keçirək. Qazı kəsdik, təmizlədik və yemək hazırlamağa başladıq. Əti qazanda biraz qızartdım. Sonra üzərinə soğan, şalbalı və turşu əlavə etdim. Qazanın qapağını örtüb pamudda 2 saat bişirdim. Bu vaxt yanında aş dəmlədim. Ev yemək qoxusu ilə dolmuşdu. Çöldə hava soyuq olsa da evin içi çox isti idi. Yemək hazır olanda hamı süfrə başına yığışdı. Yemək hər kəsin xoşuna gəldi. Hamı razı qaldı. Süfrədə sakit, gözəl bir abu-hava vardı. Belə günlər insana rahatlıq verir. Ailə ilə birlikdə olmaq, bir süfrə arxasında oturmaq çox gözəldir.